indi bu anda, bu dəqiqədə Fələstin Azadlıq Hərəkatı, həmən o Fələstinin Xarici İşlər Naziri və Diaspora Naziri, adı belədir, mən Xarici İşlər Naziri deyəcəm, qısaca deyəcəm. Kimdir? Ağabəkən, Vartanoş Ağabəkən. Hansı ki, bu Ağabəkən bütün günü, ora təyin olunmamışdan əvvəl, Türk soyqırımı, ermənilərin soyqırımını danışırdı. Qarabağdan etnik təmizləmə olub deyir. Etnik təmizləmə. Biz bu Fələstin Azadlıq Hərəkatı, onlarla görürsünüz nə deyir? Bax, həmən o Rus analitik də o sözü deyir ki, ömür boyu İran dövlətinin başçıları da onu deyirlər ermənilərə ki, biz eyni millətik, eyni xalqıq, eyni dərddəyik. Yasir Arafat da deyirdi, Mahmud Abbas da deyir ki, biz ermənilərin eyni xalqıq, deyir, bayraq orada öpüşürlər. Göstərin o qadını, baxın, bax, bu qadın, indi mən sizə şəklini göstərim, deyir, oturub qabağında Fələstin yazılıb. Bu, Ağabəkəndir. Bir Ağabəkəndən başımız çəkdi, Qarabağ məsələsini, Qarbaçovun böyründə cibinə pul basıb, həmən bu təşkilatın əli ilə. Çünki gözləri yaratmışlar da, Qarbaçovu cibinə, arvadına, Raisanın cibinə, brilyantdan filandan baxıb, Qarabağı Arçaq deyib əlimizdən aldılar. Hə? Necə aldılar? Bunların əli ilə. Bunların teröristləri ilə. Bizlə üzbəyiz qala bilməzdilər bunlar. Ancaq Rusun ordusu filanı hamısı və əslində orada da uduzmuşlar. Rus ordusu da bizə uduzmuşdu. Rus ordusu da bizə uduzmuşdu. Əslində bizə, bunlar da uduzmuşdular bizə üzbəyiz. Bizim könüllülərimizə hələ ordumuz yox idi. Məğlub olmuşlar. Həmən o büyük komment yazanlar var ha, onların əli ilə buranı, yəni Surət Hüseynov, Moskvanın bir burada köləsi, bir topa həmən o komment yazanlardan o vaxt onlar komment yaza bilmirlər çünki internet yox idi, amma əllərini silah bizə qarşı vuruşurdular da. Bakıya hücuma keçdilər. Biri keçdi o yana Talış Muğam Respublikası əmələ gətirdi. Talış bizim canımız, qardaşıq ömür boyu. Ömür boyu biz birbirimizin içində olan bir xalqıq, millətik, biz birimizi sevirik. Dədə balasıdır, dədə balası. Dostlarımız Talış deyir, çox əksəriyyəti. Amma gör necə bacardılar. İndi komment yazanlar var ha, onlar həbs olunmalıdır ki, bu bir də təkrar olunmasın. Bu bir tərəfdən, onlar da Əlikamın Ümmətovun yanında silahlanıb, o vaxt komitə vəzini cumdular üstümüzə, orada güya dövlət yaratdılar. Sonra da qaçdılar. İçdən dağıtdılar bizi, içdən, üzbəyiz onlar bizə həmişə uduzublar. Hətta 90-cı ildə də uduzdular bizə. O 92-də də, 92 ilin əvvəlində də uduzdular bizə. Baxmayaraq ki, Rus ordusu idi. Montemelkomiyanın İbad qardaşım necə kəssi qulağını qoydu yerə? Həmən o Monte, onlar bizi qabağımıza deyənə bilərlər. O İbad tanıyırdıq biz. İçimizdə o qədər İbad kimi qəhrəmanlar var ki. Amma İbad çıxdı onun qulağını kəsdi də. Onun bütün Arabo ordusu vardı. Livan ermənilərindən ibarət idi. Hamısı meydədə və YouTube-da var, görə bilərsiniz. O gəncə uşaqlar hamısını qulağını kəsdilər, qoydular yerə. Amma nə edilər içərdən hansısa bir sadval yaratdılar. Həmən o komment yazanlar var ya bu günlərim. Ay Kamran, sən Turan, Türkdən danışırsan burada, sən belə özümüzdən danışma. Onlar metronu partlatdılar. Rafiq Babayev, bizim mülkiyyət insanlarımız. Rafiq Babayev kimi oğlan öldü orada. İstedad öldürdü. Digər orada ölənlər hamısı bizim bacılarımız, qardaşlarımız idi metro. Xalqımız 3-4 il metro qorxusuna minəmirdi. Həbs olunmamalıdır onlar. Yəni kommentlərdə burada ağızlarına gələn yazmalıdır, binamuslar. Onlar həbs olunmalıdır. Bugün də buradadılar, yanımızdadılar. Milli ideya, Türk Dövlətləri Birliyinin qüdrətlənməsi, yəni Turan ideyasıdır və onun əleyhinə, yəni bu ideyanın əleyhinə danışanlar, indi dünya belədir, indi başqa yol ola bilməz. Onlar həbs olunmalıdırlar. Çünki dünya görürsünüz necə, savaş içindədir, ətrafımızda böyük müharibələr gedir. Bu o devirdə yastığı qoya qulağımıza, yaxşı olar, eybi yoxdur, o da bizim də öz millətimizdə elə deyil. Bir dəfə, yox, dəfələrlə başımıza gəlib. Dəfələrlə. Verin o qadının şəklində, elə götürməyin, o qalsın orada. Qoy hələ xalqımız onun üzünü görsün. Baxın, indi Fələstin, yenə də, hələ Xarici İşlər Naziri gözümüzün qabağındadır da ki, bu qadın bütün günü bizim əleyhimizə oradan hürüb. Bütün günü. Necə burada oturub onun tərəfini saxlayan o çurmana, çumoya, mənim adını nə deyim də, biz deyək ki, imkan verək kommentlərdə yazsın və burada da öz təbliğatını yazsın. Necə? Necə ola bilər bu? Həmən bu Ağabəkən, adı çox uzun deyənə mən Vartanoş deyirəm, bilməm nədir də. İndi Fələstin adından oturub BMT-də, o harası oturub da, orada qabağında Fələstin yazılıb. Xarici İşlər Naziridir də bu. Nəyə əleyhinə danışırdı bu? Sadəcə gəl edirəm, Qarabağda etnik təmizləmə olub. Salavöv bir yandan hürür, düzdür. O Qalsıyan, göstərəcəm də birazdan, necə onu da tutdu bastı içəri, İgid Paşinyan. Paşinyan bilirsiniz, artıq Rusiyada nə deyirlər. Deyir, bu qadın, baxın buna. Baxın, Fələstin. Oturub orada. Bu, indi Xarici İşlər Naziridir, onun üzünə baxın, sifətinə baxın onu. Görürsünüz? Bu və bizim yanımızda komment yazan, bu əmən xəttir. Əmən xəttir. Biz
Necə yəni ləzgir? Ləzgirlər bizim qardaşımızdır, can qardaş. Ha, bir yerdə yeyib içərik, bir yerdə rəqs eləyərik, biz minlərlə dost, qardaş yaşamışıq. Görürsünüz necə ara qata bildilər, amma həmən o komment yazanlardır, ara qatanlar. Həmən o taxta bitilərdir. Onları məhv etmək lazımdır. Bu, bugün Fələstinin xarici siyasətinin sifətidir. Anti-Türk, Qarabağda etnik təmizləmə deyib bağıran, hə? Və bunu görə-görə gözü görənlər burada, həmən o taxta başa Rus tərəfdarları, güya ki, onlar da həbs eləmək, hamısını həbs eləmək lazımdır. Onları bir-bir, 3-4-ünü həbs eləsə, hamısı da qorxub, hamısı da deşiklərə girəcəklər. Belədir, onlar Turançı filan deyirlər ki, mübarizə filana qalsın. Onlar hamısını həbs eləmək lazımdır. Bunun burada uzantıları o dövrdə bacardılar. Hələ dövlət yox idi, dövlətçiliyimiz zəif idi, ordumuz könüllü vuruşurduq orada. Bir arxadan onu bacardılar və Azərbaycan bölünür deyə İlham Əliyev gəlməsəydi, bölünürdü. Yoxa çıxırdı bu məmləkət, dövlət. Bunların əli ilə. Və buradan da yıxdılar ki, Elçibəyin üstündən yıxdılar onu, Gəhnəm Xalq Cəbhəsinin üstündən yıxdılar, başladılar. Onlar elədi. Televiziyonda da, bunlar elə təbliğat apardı, yəni biz günahkarı, özümüz günahkarı. Biz bunları görməyək. Və görmürdük də. Çünki o elə bir veriliş yox idi, mən çıxım danışım. Düzdür, bax, YouTube yox idi, bir şey yox idi. Və cəmaət çaşqınlıq içində idi. Kimdir bunu eləyən? Bilmirdilər Fələstin Azadlıq Hərəkatında erməni terroru təşkilatı kim yaradıb, Akopyan kimdir, Montemelkumen kim? Bilmirdi, cəmaət gözü bağlı idi da. Təbii ki, Əliyev bilirdi. Gələndən sonra onları bir-bir hamısını məhv elədi və dövlətçiliyimizi bərpa elədi. İndi də görürsünüz ki, oğlu da bütün dövlətimizin ərazi bütövlüyünü bərpa elədi. Çünki hansı ideyanın köməyi ilə Türk dövlətləri, Türkiyə, qardaş Türkiyənin dostluğu və qardaş Türkiyənin, yəni bir türklük sevgisi ilə biz bu işi həll etdik. O dövrdə də. İran təyyarələri gəlib başımızın üstünə açıb bizi qorxuzurlar. Ağacı Qabulun üstündən uçurdular, Bakının üstündən uçurdular, hər yerdə dənizdə uçurdular belə. Türk şahinləri gəldi və əziz dostum, qardaşım Süleyman Dəmirələ müraciətdən sonra gəldi bura və onlar tez qaçırlar. Amma bu dövr deyil. İndi Milli Təhlükəsizlik Nazirliyimizdə dünya üçün nümunədir. Belə Daxili İşlər Nazirliyimizdə. Bayaq bizdə bir video vardı, bir gün göstərəmək. Əllərində Türk-Azərbaycan bayrağı, polisimiz gözəl belə mahnı altında, mənəm Türk küçədə. Özü də bizim dostlarımıza qoşulub göstərirlər, nümayiş etdirirlər öz qeyrətlərini. İndi başqa dövrdür. İndi onlar komment yaza bilirlər, hələlik. Məqam gözləyirlər. Bax, indi məqam idi, elə düşündülər onlar. Hamısı çıxdı yenidən üzə. Yaxşı ki, İsrail gəbərtdi o generalları və bu məqamda kommentlərdə gözü çoxaldılar o saat. Onlar yatıblar, daşın altında yatan agentlərdir. Bunlar, Ağabekanlar. Familiyasına baxın, onun soyadına bax, Ağabekan, Ağabey, sən hara, Ağa hara, Bəy hara. Yağın hansı Ağabeyin böhründə deyib sanılı verdi adımı, mən də götürüm də belə. Bunlar hara Ağabey, amma o nifrət eləyir bizə. O terrorçuların başçısıdır. Bugün də Fələstin adından orada və burada da oturur bir müsəlman. Bu da müsəlman qardaşlar o sizin, hə? Var tanış deyil sənin müsəlman qardaşın. Yalan danışırlar. Alçaqlıq eləyirlər.